Salam dostlar, xoş gördük sizləri. Bu dəfə yəni Trombik haqqında paylaşım edirəm. Yəni bildiyiniz kimi 2022-ci ildən bəridir bu sayt işləyir. Mən özüm də elə harasa 4-5 ildir bu saytdayam. Onun haqqında paylaşım edəcəm. Yəni burada necə qazanc əldə etmək olar. Yəni bu sayt yəni güvənliyi %100 də belə deyim. Çıxarışda da həmin an verir. Çox gözəldir. Sadəcə düzdür, biraz səviyyələr söhbət keçməkdən ötürü biraz pul lazımdır, açıq deyim. Məsələn, baxın mən indi buradan 15%əm. Gələn mən bu səviyyəyə keçməkdən ötürü gün 1 saatına bu qədər tron qazanmaqdan ötürü gələn mən bu qədər tron istifadə edirəm ki, keçəm. Onu da hiss eləmək olur. Məsələn, tutaq ki, hər maaş alanda 10 manat, 20 manatdır, yəni oynamaq olar. Mən hərdən oynayıram elə. Burada qayda necədir? Baxın, mən qeydiyyat linki paylaşmışam. Yorum hissəsində bir də açıqlama bölümündə var. Üzərindən vurdunuz, qeyddən keçdiniz. Dəvət kodu olan yerə mənim baxın kullanıcı adım yazılır. Səfər 1994. Baxın bu yazılacaq. Onu qəti silməyin. Bir silməyə görə çünki orada sizə bonus verəcək. 10 fırlama bonus verəcək. 10 fırlama bonusu götürürsünüz. Onu necə eləyəcəksiniz? Onu sizə indi bir izah edəcəm. Necə etmək lazımdır. Birinci növbədə tutaq ki, dil məsələsi belədir. Dil ingiliscədir. Onu bax burada 3 xəttə vurub 3 xəttə vurandan sonra burada çevir söz var. Onu vurub çevirə də bilərsiniz. Və yaxud da gəlirsiniz aşağı. Burada dil sözü var. İngilis dili zad var. Baxın görürsünüz. Bunu aşağı türkcə də eləyə bilərsiniz. Mən əsas yəni buradan çevirmə eləyirəm. Azərbaycan dilində olur. Mən də indi burada yaddaşı saxlamışam. Belə vuran kimi dil çevriləcək. Azərbaycan dilində olacaq. Baxın gördünüz. Sizdə də birinci səviyyə daş səviyyəsi olacaq. Sonra oyun oynayacağınız olacaq dəmir, bürünc, gümüş. Bu yəni ən axırıncı gəlib çatsanız bu səviyyəyə çata bilsəz. Günə 400 manat puldur. Buna çatsanız günə 65 manat puldur. 65-70 manat. Buna çatsanız günə 15-20 manat puldur. Yəni mənə bir dənə qalıb bax bunu bu səviyyəyə çatdım. Ondan sonra buna çatsam superdir. Yəni inanın ki, daha onu pul atmaram buraya. Həlcə buradan bunu götürərəm. Qeydiyyatdan keçəndən sonra demək ki, mağazada gedib baxırsınız, ora sizə şey gəlir. Qeydiyyata keçəndən sonra bura gələcək ki, icmali təsdiqlə. Onun üzərinə vur ki, təsdiqləyiniz icmalinizi. Mütləq təsdiqləməlisiniz. Əgər orada olmasa, buradan gəlirsiniz, parametrlərə daxil olursunuz buradan, parametrlərə. Orada icmali təsdiq olmalıdır. Bax, belə vurub icmali təsdiqlən. Bax, mənə təsdiqlənin. Vurub təsdiqləyirsiniz. Təsdiqləyəndən sonra gəlirsiniz, burada 10 fırlama bonus verəcək. Bunun üzərindən vurursunuz. Ondan sonra, bundan sonra gəlirsiniz belə aşağı. Burada fırla sözü olacaq. Bax, 10 dəfə bunu fırlayırsınız. 10 dəfə bunu fırlayırsınız. Fırlayandan sonra yerinə qayıtsınız saatlıq kranı. Sonra gəlirsiniz aşağı. Bax, burada belə bir yerdə ola bilər. Belə də ola bilər. Məsələn, yəni robot olmaz doğulamaqdan ötürü. Robot deyəsiz deyənə. Və yaxud da sizdə bax, belə də ola bilər. Olmaz, beləsinə olar. Üzərinə vurub işarə eləyirsiniz. Birdən belə olsa, yenə də üzərinə vurub işarə eləyirsiniz. Bu olanda öz avtomatik məncə olur. Beləsi onda öz avtomatik gəlir. İndi son vaxtlar deyəsən bu gəlir. Ona görə də bir dəqiqə mən göstərim. Hə bu. Belə olduğu halda belə üzərindən vurursunuz. Burada deyir ki, ən az şəkil olan göstər. Ən az burada şəkil baxın. Baxırıq ki, burada ən az. Elə bax budur, bu dalğadır. Görürsünüz, bunun üzərindən vurursunuz, təsdiqləndi, iddia vurursunuz. Yuxarı baxın indi. Gördünüz, artdı. Ondan sonra dost dəvət edib qəşəng qazanc əldə edə bilərsiniz. Baxın, gəlirsiniz belə bura. Filiallar sözünə gəlirsiniz. Baxın, mənim 701 dost dəvətim var. İndiyə qədər 835 tron qazanmışam. Yəni çox eləyir də, yəni pul, qəşəng pul qazanmışam. Bunu sadəcə oyun oynamışam yavaş-yavaş. Bax, görürsünüz, bunun üzərindən vururam. Baxın, burada artdı, artır. İndi burada necə eləmək lazımdır, onu göstərəcəm sizə. Depozit necə olur, necə etmək lazım, hamısını sizə bir izah edəcəm. İndi bu dəqiqə yəni çox insanda kriptovalyuta var, cüzdanı var, Binance var, Bybit var, digərləri var. Baxın, görürsünüz buranı. Buranın üzərinə belə vurursunuz. Depozit, bir də çıxarış yeri var. Depozitə toxunursunuz. Burada TRC Tron var. Yəni istədiyini göndərməkdən ötürü. Adresinizi kopyalayırsınız. Baxın, bir dənə bu adres. Bax, bunu kopyaladınız, üzərindən vurdunuz. Daxil olursunuz Binance-a, Bybit-ə, hansı kriptovalyutaya burada göndərirsiniz. Minimum 15 trondur. Amma məsləhət görürəm ki, heç oynayanda biraz çox trondan oynayır. 30 trondan oynayır. Və yaxud da nə bilim 20-40 trondan oynayır ki, daha çox qazanın. Tutaq ki, balansınızı artırdınız və sizin burada çoxlu tronunuz var. Məndə düzünü burada tron azdır, bu oyunda tez sıfırlanacaq. Nəysə, burada tutaq ki, tronunuz çoxdur, artırmışsınız da. Gəlirsiniz bu 3 xəttə. Ondan sonra gəlirsiniz, burada oyunlar sözü var, bura. Burada ki, çoxlu növdə oyunlar var. Amma ən gözəli baxın budur. Mən bununla çox oynayıram. Üzərindən bunu belə vurursunuz. Bunu ya istəsiz belə ortaya gətirib belə də oynaya bilirsiniz. Və yaxud da axıra kimi də vura bilərsiniz. Mən həlli axıra kimi vurub oyun oynayacağım. Axıra kimi vurdunuz. Baxın, bu nədir? Göz çarpandır bu. Məsələn, tutaq ki, 100 çıxır, 2 çarpana vurur. Nə bilim,
2 çıxır, 3 çarpana vurur. Məsələn, belə. İndi mən bunu 3.71-ə qoyuram hələlik. Burada da bunu artıranda baxın görürsünüz. Məsələn 200 çıxsa qayıtsa yaşla sənə 542 verir. 400 çıxsa bu qədər verir. Yəni sıfırlama burada var hamısında. 400 çıxsa bu qədər verir. 800 çıxdı bu qədər verir yaşlı qaydanda. Məndə Tron azdır, yəni mən 52-ni oynayıram. Burada startı vurursunuz və sana. Başlayır ucu oynamağa. Yuxarıda baxın rəqəmlər gedib gəlir. Düz məndə Tron çox azdır, bu tez sıfırlanacaq. Bax 3 oldu ki. Ben burada bir dəfə 40 tronla oynayıb 300 tron ilə pul götürmüşəm burada. O vaxt biraz ucuz idi qiyməti. 100 manat yaxın pul götürdüm. Həmin səviyyə söhbəti qalxır orada, faiz söhbəti qalxır. Həm də ki, birdən qazandım. 30 tronu sən eləyə bilərsən 100 tronda, 50 tronda, 60 tronda, 70 tronda eləyib çıxarda bilərsən. Bu sıfırlanacaq. Çünki azdır məndə tron. İndi geri qayıdıram təzədən. Yəni də şansım var. Yenidən başlayıram bax oynamağa. Yəni deyirəm, bura çox tronla oynayanda qəşəng şans var. Yəni qaydası budur oyunun. Bax belə oynayır, gedib gəlir, yaşla vurduğu oyun sənindir. Məsələn, mən indi bura biraz riskə girəcəm, biraz artıracağam. Buranı 4 eləyəcəm. 4.79 qoy olsun. Yenidən başlayaq. Bura indi bir dənə vaxt deyilən kimi çoxlu tron atıb, yəni sizin gözünüz qamalıyən oyun oynayacağım, ona da baxarsınız. Burada yəni bir məqsəd nə? Bax, bura sıfırlansa da, bura uçsan da, sənin o bir səviyyə var, artır orada. Yəni növbə səviyyə keçmə şansın yenə artır. Udanda da, uçsanda da. Hamısı artır. Deyim, yəni məlumatınız olsun. Həqiqətən də Tron Big saytı çox gözəldir. Çox güvənirəm mən bura. Çıxarışda həmin an verir, anidən verir. Bizə baş 5 dəqiqə gecikmə olar. Çıxarışda oturub balansı var. Nəsə gedişatı bəziniz görürsünüz necədir. Yəni çalışdığınız qədər çalışın, çox riskə girməyin. Mən də özüm riskə oynadım. Məsələn, burada 2.71 də qoyub oynaya bilərsiniz. Başlayırsınız startı vurursunuz, başlayırsınız belə yazmağa. İkinci bir telefonunuz varsa və ya ki bir notebookunuz varsa, kənarda qoşursunuz, telefon ekranı sönməmə şərti ilə. Başlayır yavaş-yavaş siz üçün orada yazmağa. Mən açıq deyim 400 tronu 300 tron elə etdim. Digər bir telefonda qoydum, ən az riskli səviyyəyə ən az qoydum. Başladı yazmağa, yazdı. Yəni ondan sonra 300 tron eləyəndən sonra pulumu çıxartdım. Bax beləsindən gedişat. Bu qədər dostlar, kimsə nəsə sözü sual olsa yazsın, mənə kömək eləməyə hazıram. Bax görürsünüz buradakı risk azdır. Baxın gedib gəlir, yəni vurur oradan artır. Yəni bunu mən sıfırlamaq istəyirəm, belə sıfırlansın. Baxın, gəlin ən 5-ə qoyaq, ən təhlükəliyə. Burada gedib gəlsin. Elə vaxt o ki 5-ə qoymuşam, inan ki 5 tron belə az tronu çox eləyib. Ərdə orada. İndi bu kazino kimi bir oyundur. Yəni düşdü bəxt və artır orada. Bax görürsünüz 0.62 oldu. Düşəndə qəşəng vurur. 5-də yaxşı vurur, çox vurur, amma riski çoxdur. Riski hədsiz çoxdur, çünki orada yaşlı yeri azdır. Onca mənim bu 2 tronda 70 faizimin üstündəki faiz artsın orada. Yavaş-yavaş belə oynaya gedirsiniz. Amma çox tron oynamaq lazımdır. Bir dəqiqə yəni deyirəm, çox fızın kriptovalyutası var, çox fızın anlayışınız var, bilirsiniz. Necə pul atmaq lazım, necə pul çıxarış eləmək lazım, hamınız çoxsunu bilirsiniz. Kimsə nəsə bilməsə mənə yazsın. Mən azından sizə kömək eləməyə hazıram. Yəni bacarım qədər əlimə gələn köməklik edərəm sizə. Baxın, oyun oynadığıma görə də burada mənə fırlama verir. 10 fırlama bax sizə bura gələcək. Baxın, belə gələcəksiniz. Belə üzərindən vurursunuz. Bax görürsünüz fırlama verdi, uğurla çıxarış yəni. Bunu verir. Buyurun, başqa kimlə sözü sual olsa yazsın mənə. Digər proqramları paylaşmışam. Onlarla baxın. Kanalıma da mütləq abunə olun ki, yəni məlumatınız olsun. Bacardım qədər belə paylaşımlar çox edəcəm bundan sonra. Yəni 1 saatdan sonra yenidən vuran kimi mənə bu tron verəcək mənə. 1 saatdan sonra vuran kimi mənə bunu verəcək mənə. Bir dənə mən bura gəlib çatsam məl olardı. Ondan sonra telefonu 2 zvanaq qurursunuz. 1 saatdan bir girib götürürsünüz. Bir günə 15-20 manat dost dəvətiniz adına verir ki, gəlib qəşəng pul qazana bilərsiniz. Bu qədər dostlar, sağ olun. Kiminlə sözü sual olsa yazsın mənə, kömək eləməyə hazıram.